Maqnit nüfuzluğu nədir? Maqnit nüfuzunun μ bərabərdir B bölünsün B0 tapılır. B mühitdəki indüksiya vektorudur, B0 vakuumdadır. Amper qüvvəsinin düsturu? 1 sinüs alfa. 1 sinüs alfa. B nədir, I nədir, L nədir? B indüksiya vektorudur, I cərəyan şiddətidir, L naqilin uzunluğudur, alfadan əlavə bucaqdır. İnduksiya vektoru skalərdir yoxsa vektor cəmiyyətdir? Amper qüvvəsi nə zaman maksimal qiymətini alır, nə zaman 0 olur, nə zaman bucaq altında qiymət alır? Amper qüvvəsi perpendikular olanda maksimal qiymətini alır. Əgər paralel olarsa 0 alır. Bucaq altında olarsa? Bucaq altında olarsa sinüs alfa edilir. X deyəndə hara baxırıq? Əlimizin içinə baxırıq, yoxsa əlimizin üstünə? X deyəndə bu deməli bizdən çıxır, deməli əlimizin içinə baxır. Aha. Maqnit seli nədir? Maqnit seli F ilə işarə olunur. F bərabərdir B S kosinüs alfa. Münun vahidi? Münun vahidi yoxdur. Yoxdur. Maddələr maqnit xassələrinə görə neçə yerə bölünür və hansılardır? Bölünür. Diamaqnitlər, paramaqnitlər, bir də ferromaqnitlər. Ferromaqnitlər. Hansı müsü 1-dən böyükdür? Müsü 1-dən böyük olanlar paramaqnitlərdir. Müsü 1-dən kiçik olanlar? Diamaqnitlər. Küre temperaturu nədir? Küre temperaturu elə bir temperaturdur ki, orada ferromaqnitlər xassələrini itirilir. Tamam.